Salamlar gənclər, bu günləri sizinlə Windows əməliyyat sistemindən qəbula düşmüş sualların izahına baxmış olacağıq. Ümumiyyətlə Windowsdan bilirik ki, qərar çıxdı ki, Windows 11-dən qəbula suallar düşəcək. Sadəcə çıxan proqramlarda da, yəni model suallarda da qeyd edilmişdi ki, Windows, daha doğrusu 2025-ci ildə qəbula düşmüş sualları model sualı altında salmışlar. Yəni heç Windows 11-ə aid sual yox idi. Daha doğrusu Windows 11 sualı başlığı altında Windows 10 ilə bağlı sual idi. Böyük ehtimal qərar yeni çıxdığı üçün, həmçinin də kitab olmadığı üçün DİM tərəfindən Windows 11 ilə bağlı suallar elə Windows 10 ilə bağlı olacaq, amma Windows 11 başlığı altında olacaq. Və qeyd edək ki, Windows 11 ilə bağlı köklü dəyişikliklər görsək, qeyd etmişik ki, Mika funksiyası gəlmişdi. Bir neçə desktop rejimində işləmək olurdu. Bir də demək olar ki, Start menüsündə köklü şəkildə dəyişikliklər var. Start menüsü deyirəm, ayarlar, tənzimləmələr hissəsində köklü şəkildə dəyişikliklər var. Qalan da ki, demək olar ki, bir çox şey Start menüsü ilə əlaqəli idi. Deməli, gəlin baxaq görək qəbula indiyənə kimi hansı tip suallar düşüb. Deməli, baxırıq birinci suala. Birinci sualda deyir ki, hansılarda kopi və yaxud da delete əməliyyatlarını tətbiq etmək olmaz. Deməli, fikir veririk, ayrıca kataloqlara edə bilərik. Eyni kataloqlarda yerləşmiş fayllara edə bilərik. Müxtəlif kataloqlardakı fayllara kopi əmrini icra edə bilmirik. Çünki müxtəlif kataloqlarda yerləşir. Mən bütün kataloqlara, ayrıca kataloqlara, eyni kataloqda yerləşmiş fayllara tətbiq edə bilirəm. Deməli, ikinci suala baxırıq, fayl və yaxud da qovluq necə açmaq olur? Faylı və yaxud da qovluğu. Gəlir, deyir, klaviaturada, qovluğu açmaq üçün klaviaturadan Ctrl-C deyir. Ctrl-C vuranda kopyalayır. Mouse'un sol düyməsini vuranda, sağ düyməsini klik edəndə kontekst menüsünü açır. Bəli, sol düyməsini klik etdiyim zaman qovluğu və yaxud da faylı açmış olacaqdır. Ctrl-Y, sonra sol düyməsini bir qat sıxmaq yox, iki qat sıxanda olur. Open əmrini iş masasının kontekst menüsündən Open əmri vasitəsilə burada folder və yaxud da folder, yəni faylı hardan aça bilərik, onu təyin etmiş oluruq. Burada Windows 10 əməliyyat sistemində idi. Bəli, deməli fayl və yaxud da qovluğu necə aça bilirdik? Deməli gəlirdik uyğun piktogramın üzərində, bəli, mouse'un sol düyməsini ardıcıl olaraq 2 dəfə vurmaqla açmış olurduq. İdarəetmə panelinin funksiyası nə idi? Kontrol panel idarəetmə dedik ki, kompüterə qoşulmuş qurğu və yaxud da proqramların sağlanmasını görürəm. Proqram və faylların icra olunma ardıcıllığı yanlışdır. Kompüterə qoşulmuş qurğu və proqramların sağlanması, bəli. İdarəetmə panelinin funksiyasına B variantı uyğun gələcək. Deməli, dördüncü suala baxırıq. File Explorer proqramında faylların əks etdirilməsində rejimi nəyi həyata keçirir? Details rejimi nə idi? Deməli, Details rejiminə daxil olsam, fikir vereyim, məndə hal-hazırda fayllar detallı rejimdədir. Details rejimi bu demək idi. Mən burada faylların adlarını, yaradılma tarixlərini, tiplərini və ölçülərini görmüş olurdum. Siyahıda cədvəl şəklində yox. Tam adları ekranda, gizli və sistem faylları, əsas xüsusiyyətlərini, propertiaslarını bəli görmüş olurdum. Beşinci sual yoxdur, burada bitir. Gəlin elə belə gediriksə, buradan gedək. Deməli, Windows 10-da mümkün fayl adlarını, ya da yox, baş qarışdırmayaq, elə başdan çıxaq qeyd edək. Windows 10-da Print Screen düyməsindən hansı məqsəd ilə istifadə edilir? Screen edirəmsə, ekran görüntüsünü alam. Ekran görüntüsü ilə bağlı olmayan variantları çıxdım. Yəni, C, D, Y variantlarını çıxdım. Ekranın təsvirini mübadilə buferinə köçürmək. Ekran təsvirinin qeyd edilmiş. Yəni, müəyyən hissəni seçib SS edirik də, telefondan da olduğu kimi. Cavab olacaq B variantı. Deməli, baxırıq 6-cı suala. Deyir ki, aşağıdakı hökmlərdən hansılar doğrudur, deyir. Digitizer verilənləri saxlama qurğusudur. Digitizer daxil etmə qurğusuydu, yanlışdır. Əməli yaddaş enerjidən asılıdır. Əməli yaddaş əvvəlcə BIOS, sonra isə Windows əməliyyat sistemi yüklənir. Əvvəlcə Windows'un əməliyyat sistemi, sonra isə BIOS yüklənir. BIOS konfigurasiyası nə idi? BIOS dedik ki, əvvəlcə yükləyirdi, əməliyyat sistemini işə salırdı. Daha sonra isə digər qurğuların işləməsi üçün mühit yaradırdı. Yəni, bir yanlışdır. Doğru cavab olacaq 2, 3. Sonra baxırıq növbəti suala, 7-ci sual. Fayl mübadilə buferi vasitəsilə yer dəyişməsi üçün kontekst menüsünün hansı əmrindən istifadə edilmiş olacaqdır? Nə deyir? Mübadilə buferi vasitəsilə yerini dəyişdirməsi üçün. Mübadilə buferinin fayl nəzə zaman düşürdü? Cut və copy əmrləri vasitəsilə. Amma deyir ki, yer dəyişmə. Yer dəyişməni edirəmsə, copy əmrindən istifadə edəcəm. Daha doğrusu, sürətini yaradıramsa copydən, yer dəyişmə edirəmsə cut əmrindən istifadə etmiş olacağım. Cavab olur C variantı.
Deməli 8-ci suala baxırıq. Windows 10-da mümkün fayl adlarını seçin. Faylları və yaxud da qovluqları adlandırarkən sual idi, ulduz işarəsi idi, böyükdür, kiçikdir işarəsidir, slash işarəsindən istifadə etmirdik. Doğru cavab olur 2, 3. 9-cu və növbəti suala baxırıq. Bu arada Windows 10 ilə bağlı, ümumiyyətlə əməliyyat sistemi ilə bağlı, Windows əməliyyat sistemi ilə bağlı qəbula əvvəlki illərdə bir sual düşürdü. Hal-hazırki dövrdə isə demək olar ki, son 5-10 ildə 2 dənə sual düşür. Plug and play texnologiyası nə idi? Demişdik ki, qurğularla bağlı olan hissə idi. Yeni periferiya qurğularının avtosalınması üçün istifadə edilir. Mouse vasitəsilə olan drag and drop idi. Bir proqram daxilində başqa bir proqramın açılması isə bizdə OLED texnologiyasını əks etdirmiş olurdu. Faylın cəld yüklənməsi əməliyyatını təmin etmək üçün iş masasında yaradılan vasitə hansı idi? Faylları cəld yükləmək üçün və yaxud da böyük həcmli proqramları yükləmək üçün biz qısa yollardan, shortcutlardan istifadə etmiş olurduq. Qeyd edib File Explorer proqram pəncərəsində seçilmiş obyektin köçürülməsi üsulları. Deməli, seçilmiş obyekti necə köçürdə bilərik? Shift düyməsi basılı halda mausu sürükləmək. Əslində, proqram obyektin köçürülməsi, yəni kopyalaması deyir. Gəlin obyektdə alt düyməsi basılı halda Ctrl bir də Shift düyməsini yoxlayaq. Əslində, burada fikir veririk. Home tabının clipboard qrupunu copy və paste əmrləri ilə bəli köçürdürük. 5 doğrudur. 5-in olmadığı variantları çıxdım. Fikir verirəm 5-2 variantda var. Həmçinin 3 doğrudur. Ctrl-də kopyalamış olacağım. Həmçinin clipboard-da kopyalamış olacağım. 3-5 doğrudur. Gəlin 4 və 2 variantlarına baxaq. Deməli, kontekst menyudan müvafiq əmri icra etməklə alt düyməsini basılı halda saxlamaqla. Gəlin baxaq. Bir obyekti götürdüm. Alt düyməsi basılı halda sürüşdürdüyüm zaman bunun qısa yolu yaranır. Alt düyməsi basılı halda shortcut'ı yaranır. Amma bizdə nəyi soruşur burada? Kopyalansın. Deməli, qısa yol yaratmaq olsaydı 4 doğru olardı. 4'ü variantlardan çıxsa, cavab qalacaq B variantı. 2, 3, 5. Növbəti suala baxırıq. 12-ci sualda ekranın zəruri fraqmentlərinin qrafiki təsvirini mübadilə buferinə köçürmək üçün hansı proqramdan istifadə edilir? Deməli, təsviri mübadilə buferinə köçürtmək üçün. Ümumiyyətlə, təsvirin şəklini kəsmək üçün qayçı demişdik. Noise injectdən istifadə edilir ki, o da Snipping Tool adlanmış olur. 13-cü suala baxırıq. Burada məsələn taskshell'dır, əvvəlcədən planlama, tarix və konfigurasiyası idi. Şəkildə göstərilmiş taskbar button qeyd edir bizdə. Gəlin bunu tam olaraq ekranda görmürəm. Bunu tam ekran hissəsinə aparmaq üçün nə edəcəyik? Yazı tam olaraq görsənmir. Deməli, qeyd edir ki, şəkildə göstərilmiş taskbar button düymələri sahəsində Combine taskbar buttonda nə deyir? Taskbar is full. When taskbar is full qeyd edilmişdi bizdə. Okey, daha sonra nə deyir? Edilmiş dəyişikliklərdən sonra iş prosesində nə baş verəcək? Burada bayaqdan görürük. Bayaqdan görürük deyəndə dərs izahına baxmışsınızsa, test izahına baxmışsınızsa, burada Windows 11 əməliyyat sistemində. Burada never ola bilər, never ola bilər. When taskbar is full ola bilər, bir də always ola bilər. Never-da heç vaxt qruplaşmırdı. Yəni, uyğun pəncərə bir düymədə qruplaşmayacaq. Bu never-a aid idi. Deməli, when taskbar is full versiyasında isə always bu versiyadır. Always budur. When taskbar, gəlin baxaq. Fikir veririk. Combine taskbar button and hide label always-dadır hal-hazırda. Deməli, qruplaşıb ikonların görürəm, üzərinə də gələndə adlarını görürəm. Yəni, qruplaşıb deyəndə bir neçə window pəncərəsi açsam görəcəm. Deməli, mən gəlirəm, deyir, when taskbar is full deyir. Fikir verirəmsə, mən burada həm adlarını görürəm, həm də aktiv olan sənədləri görəcəm. Mən gəlin bir dənə də Ctrl-N vurum, Word açım. Fikir veririk. Burada nə qədər varsa qruplaşma yoxdur. Qruplaşma yoxdur, adlarını görürəm, bir də ikonlarını görmüş olacağım. Gəlin baxaq. Deməli, bir düymədə qruplaşmayacaq elə qeyd edir bizdə. Qruplaşma yoxdur. Qeyd edir ki, bir neçə proqram açılan kimi onların işarələri avtomatik olaraq bir düymədə qruplaşacaq. Mən məsəl üçün yenə buradan Windows-dan bağlı bir şey yenidən açsam, fikir verirsə qruplaşma yoxdur. Burada da deyir ki, bir neçə proqram açılan kimi onların işarələri avtomatik olaraq qruplaşacaq. Bu yanlışdır. Düymələr üzərində həm işarə, həm də adlar. Düymələrin üzərində həm işarələri, həm də adları əks olunacaq. Bu doğrudur. Uyğun pəncərələr bir düymədə qruplaşdırılmayacaq. Bəli, bu doğrudur. Fikir verib qruplaşdırılmayıb. Yəni, hamısı ayrı-ayrıdır. Uyğun pəncərə. Uyğun pəncərə Windows-dan, məsələn, Word-dən söhbət gedir. Bəli, bu doğrudur. Düymələr üzərində pəncərələrin adları və işarələri əks olunmayacaq.
Düymələrin üzərində fikir verəmsə, həm adları, həm də işarələri var. Bu səhvdir. Bizdən doğrunu soruşur. Düymələr üzərində proqramların işarələri əks olunacaq. Proqramların işarələri var, adları var. Fikir veririk düymələrin üzərində, daha doğrusu düymələr üzərində proqramların işarələri də var, adları da var. Bu yanlışdır, əks olunmayacaq deyil. İşarələrin qruplaşdırılması tapşırıq paneli üzərində yer çatmadıqda baş verəcək. Gəlin burada yer çatmamaq kimi bir şey edək. Qruplaşma olacaq. Yer çatmadıq zaman artıq qruplaşma baş vermiş olacaq. Mən gəldim burada, bəli, işarələrin qruplaşdırılması tapşırıqlar panelində yer çatmadıqda olacaq. Sonra var burada, uyğun pəncələr bir düymədə qruplaşdırılmayacaq. Əslində yer çatmayanda qruplaşdırılmır. Yer çatmadıqda qruplaşma olur. Bu da doğru götürmək olar. Deməli 2, 3, 6 doğru variant olacaq. İndi növbəti taskbar üzərində yerləşmələr hansılardır? Daha doğrusu taskbar üzərində yerləşməyənlər hansılar olacaq? Taskbarın üzərində nələr yerləşir? Taskbar bu aşağı hissədir. Deməli, taskbarın üzərində notifikasiya bildirişlər yerləşir. Language bar yerləşir, dilin dəyişdirilməsi, bildirişlər hissəsi 4-5 yerləşir. 4-5-in olmadığı variantları çıxıram. A və B variantları arasında qalıram. Show desktopda yerləşir. Baxın, Show desktopda yerləşəcək. Üçü də variantdan çıxsam, cavab qalacaq B variantı. Niyə görə B? New folder open bizdə həm olsun obyektlərin kontekst menüsunda, həmçində desktopun kontekst menüsündən açmaq olar. İş masasının kontekst menüsünə aiddir deyir. İş masasının kontekst menüsü nə idi? Desktop idi. Desktopun kontekst menüsü view with görünüşü ilə görürəm. Fikir veririk. Buradan fikir veririk view. Görüntü ilə bağlı tənzimləmələri aparmaq üçün desktopun kontekst menüsündən istifadə etmiş oluruq. Gəlin buralardan çıxaq. İndi bəlkə lazım olar deyə hələ ki saxlayaq. Bəli, view görüntü əks olunmuş olacaq. Deməli, 15-ci suala baxırıq. 15-ci sual. Daha doğrusu 15-dir, 16-dır. Bizdə deyəsən sualda səhvlik olub. 15, 16-cı suala baxırıq. Deməli, 16-cı sualda bizdə nəyi soruşur? Deyir ki, sistemdə əvvəlcədən təyin edilmiş qrafiki əsasda hər hansısa bir tapşırığın icrasını, sistemin yenidən yüklənməsi və başqa əməliyyatları həyata keçirən proqramlar necə adlanmış olacaqdır? Ümumiyyətlə, bu, belə deyim, əvvəlcədən təyin edilmiş deyir. Əvvəlcədən təyin edilmiş olacaq task shell'dır demişdik ki, bizdə nə idi? Vaxtla bağlı prosesləri özündə cəmləmiş olurdu. Bu sistem tools sistem haqqında sistem information əslində gedirdi. Sistem alətləri idi. Bu optimizasiya edirdi. Buna fikir veririk. Komanda sətirləri, komanda əmrlərini. Bu isə sistemin bərpası yer açmış olurdu ki, bu da variantlardan çıxanda doğru variant ilə qalır. A variantı. Deməli, 17-ci suala baxırıq. Run əmri deyir ki, hansından təmin edilmiş olacaqdır? Təbii ki, Windows sistemindən təmin edilmiş olacaqdır. R düyməsinə vurduğumuz zaman run əmri icra edilmiş olacaqdır. Mümkün olan fayl adlarını soruşur bizdən. Fikir veririk, demişdik ki, sual işarəsi idi, ulduz idi, böyükdür, kiçikdir, istifadə edə bilmərik. Deməli, 1, 4 və 6-nı variantlardan çıxıram. 1, 4 və 6-nı çıxdığıma görə burada da 1 var idi. Cavab olacaq D variantı 2, 3, 5. 2, 3, 5-ə də baxsam, bəli, heç bir problem yoxdur. Seçilmiş faylda ümumiyyətlə 3 dənə texnologiya var idi. Drag and drop, play and play, bir də OLE. Bu nə idi? Shift və yaxud da mouse'u sürükləyirdi. Bəli, shift düyməsindən istifadə etmiş olurduq. 19, sonra gəlir növbəti baxaq 20-ci suala. Deməli, qeyd edir ki, tam olaraq görək bunu ekranda. Deməli, 21 və 22-ci suallar. Qeyd edir ki, hansı hallarda fayl mübadilə buferinə düşür? Əslində bu tip sual var idi. Bir dənə belə bir sual vermişlər ki, hansı hallarda fayl mübadilə buferinə düşür? Bayaqları ilə bu tip bir qəbul sualı idi, yuxarıda görmüşdük. İndi də deyir ki, hansı hallarda düşür? Deməli, dedik ki, hansı hallardaydı? Cat və copy əmrləri icra edildikdə, yəni clipboardda düşmüş olurdu. Cat və yaxud da copy düymələrindən istifadə etməklə. İndi baxıram burada cat əmri icra edildikdə, bəli, doğru olacaq. Fayl mübadilə buferinə düşürdü. Birin olmadığı variantları cavablardan çıxırdı. Sonra kontrol düyməsi basılı halda fayl digər qovluğa köçürüldükdə, kontrol düyməsi deyil, dedik ki, cat və copy idi. 1 və 3 doğrudur. 2-ni çıxıram. 1, 3 doğrudursa cavab qalacaq. C variantı. Həqiqətən də fikir verirsə, seçilmiş fayl üzərində kontrol C edəndə kopyalanır. Kontrol X da etsəydi, bəli, bunu da götürəcəkdi. 1, 3, 5 götürülür. Sorursaydı ki, hansı olmur? Bəli, 2 və 4 variantlarını seçmiş olacaqdıq.
22-ci sualda nə soruşur? İş masasının fon şəklini hansı variantlar tətbiq etməklə ekranda yerləşdirmək olmaz? Artıq bu sualı neçə dəfə görürük? İş masasının fon şəklini hansı hallarda yerləşdirirdik? Gəlirik, buradan görürəm. Təzədən yenə açıram. Artıq bunu əzbər bilmiş olacaq. Backgrounddan gəldik. İş masasının fon şəkillərini həmin bu əmrlər vasitəsilə, yəni fill, fit, tile, stretch, span və center əmrləri vasitəsilə iş masasının fon şəklini yerləşdirmiş olurduq. Center olurdu. Sonra dedik ki, stretch olurdu. Tile olurdu. Hansı olmurdu? 2, 3, 5, 6 doğru variant olacaq. Deməli, gəlirik növbəti suala. 23-cü suala. Aşağıdakı proqramlardan və 24-cü sualda fikir veririksə, yenə fon şəkli ilə bağlı olan sualı qəbula təkrar olaraq salırlar. Yəni, bu o deməkdir ki, qəbula dəfələrlə təkrar suallar düşür. Qeyd edir ki, aşağıdakı proqramlardan hansılar Windows 10-da Windows Administrative Tools bölməsinə aiddir. Bu nə idi bizdə? Utilitlərə aid idi də bunlar. Utilitlərə də baxıram, nələrə aid idi? Task Shelter aid idi. Disk Cleanup aid idi. 4-5 mütləq şəkildə aiddir. 4-5-in aid olmadığı variantları çıxdım. Fikir veririk, 1 aiddir. Recovery Drive idi. Bərpa etmək idi. 1, 4, 5 doğrudur. 3 nədir? Remote Desktop Connection'dır. Daha doğrusu servis əslində servis deyil, sistem haqqında məlumat. Sistem haqqında məlumat gedir də. Yəqin ki, bu servis onu nəzərdə tutur. Bəli, 1, 3, 4, 5 doğru variant olacaq 23-cü sualda. İndi növbəti suala baxırıq. 24-cü sual. Yenə iş masasının fon şəklini ekranda birində bayaqları soruşurdu, yerləşdirmək olmaz. İndi yerləşdirirdik. Center idi. Sonra stretch idi. Bir də burada tile olacaq. Yerləşdirmək olacaq 1, 4, 6, daha doğrusu nə gördük burada? Deməli 1 doğrudur, stretch doğrudur, aha, tile doğrudur, bir də span idi. Bəli, 1, 4, 6, 7 doğru variant olacaq. Bu da qeyd edilmiş fraqmentə əsasən uyğunluğu müəyyən edin. Bu tam düşməyib. Gəlin buna baxaq. 25-ci sual. Cəmi az olmalıdır bildiyim qədərilə. Çox deyil. Windows'dan qəbula düşən sual. Cəmi 34 dənə olacaq. Deməli, 25-ci suala baxırıq. Qeyd edilmiş fraqmentə əsasən uyğunluğu müəyyən edin deyir. Deməli, baxıram ki, view bölməsi, search bölməsi verib. Bir-birinin daxilə yerləşmiş qovluqları hər biri ayrı pəncərədə açılması. Eyni bir pəncərə. Baxırıq. Burada the same eyni pəncərədə açılacaq. Bu isə ayrı pəncərədə açılacaq qovluqlar. Məsəl üçün, mən bir File Explorer'a daxil olduğum zaman bunu gərək burada settingdən dəyişmiş olaq. Bunu dəyişərəm, problem deyil. Deməli, baxırıq, eyni bir qovluqda açacaq. The same Y variantı, 2-yə Y variantı uyğun gedəcək. Daha doğrusu, 2 eyni qovluq, 2-yə B variantı uyğun gələcək. 2-yə B variantının uyğun getmədiklərini çıxıram. Daha sonra baxıram, ayrı-ayrı pəncərədə açacaqsa Y variantı gedəcək. Birə də Y variantı uyğun gəlirsə, cavab olacaq B variantı. 3-dən nə soruşur? Ad genişlənməsini əks etdirmiş olacaq. 3-ə də A, bəli, burada view-nu, ad genişlənməslərini burada tənzimləmək mümkün olacaq. Deməli, bunu bəs biz hardan açırdıq? Gəlirik, File Explorer'a daxil oluruq. Deməli, daxil olduq. Burada fikir veririksə, Option hissəsinə gəldim. Mən də həmin bu hissəni açacaq. Burada genişləmə hissələrinə fikir veririksə, Hide bölməsində file tipini gizlət, genişləmə hissələrini buradan tənzimləyirdik. Bu da general ümumi hissəni özündə cəmləmiş olurdu. Deməli, baxırıq növbəti sual 26-cı suala. Deməli, 26-cı sual. İndi düzəldim. Daha getmir, olsun okey. Burada da nəyi soruşur? Bunu da düzəldək. Deməli, indi qeyd edir ki, şəklə əsasən, yenə fikir verirsinizsə, fayl mübadilə buferinə düşmür. 27-ci suala baxın, dəfələrlə artıq 3-cü dəfədir ki, bunu qəbul sualına salırlar. Bəlkə də 11-ə də onu salırlar. Çünki 11 yenidirsə, böyük ehtimal bu tip sual salacaqlar ki, 11-dən bağlı. Çünki hələ ki, kitab da bizə təhvil verilməyib din tərəfindən. Deməli, 26-cı suala baxırıq. Şəklə əsasən taskbarın xüsusiyyətlərinə aid olan doğru mülahisələri seçin deyir. Burada ümumiyyətlə şəkillidir, yoxsa şəkilsiz idi bu. Şəklə əsasən deyir ki, böyük ehtimal şəkil budur. Aha, budur şəklimiz. Burada şəklimizi qeyd etməmişdi. İndi baxa bilərik. Deməli, qeyd edir ki, bircə dəqiqə. Aha. Qeyd edir ki, şəklə əsasən doğru mülahisələri seçin. Mən bunu tam olaraq ekranda necə görüm? Görə bilərik. Fikir veririk.
Look Zetas tapşırıqlar paneli ekranda durduğu mövqeyə bərkidilib. Bunlardan artıq əmrlərə əsasən biz müəyyən etməliyik ki, hansı doğrudur, yoxsa hansı yanlışdır. Fikir verir, Look Z taskbar deyir. Ekranda durduğu mövqeyə bərkidilib deyir. Burada fikir verirəm, taskbar location on screen left. Left hissədə solda dayanıb bu arada tapşırıqlar paneli. Yəni bu aşağı hissədə olmayacaq, bu sağ hissəyə bərkidilmiş olacaq tapşırıqlar paneli. Ekranda durduğu mövqeyə fikri baxırıq ki, Look Z taskbar aktivdir. Buna görə də tapşırıqlar paneli ekranda durduğu mövqeyə bərkidilmiş olacaqdır. Sonra nə deyir? Tapşırıqlar paneli üzərində düymələrin ölçüsü kiçikdir. Bircə dəqiqə. Burada use small taskbar buton aktiv deyil, qeyri-aktivdir. Bu səhvdir, 2 doğru deyil. Piktogramların qruplaşdırılması tapşırıqlar paneli üzərində yer çatmadıqda baş vermiş olur. Mən indi burada command, bir də qruplaşdırma ilə bağlı baxaq görək nə var. Bir də burada məsəl üçün düymələrin ölçüsü kiçikdir, səhv idi, 1 doğruydu. 1 doğrudur, 2 səhvdir. Gəlin baxaq. 1 doğrudur, 2 səhvdir. 2 səhvdirsə 2-ni variantlardan çıxıram. Deməli fikir verirəm, 2 dənə variant arasında qalıram. B və Y variantları arasında. İndi fikir veririk, bu doğrudur. Piktogramların qruplaşdırılması yer çatmadıqda baş verir. Sonra nə qeyd edir bizdə baxırıq. Tapşırıqlar paneli ekranın sol hissədə, bəli, bayaqlarda dedim, baxırıq left, sol hissədə bərkidilmiş olacaqdır. 4 doğrudursa cavab olacaq B variantı. 1, 3, 4. Daha sonra baxıram neçənci qaldı. Yuxarı hissəsində yox deyil, soldadır. Düymələrin ölçüsü kiçik deyil, bəli, small qeyri-aktivdir. Bu da doğrudur. 1, 3, 4, 7 cavab olacaq B variantı. Deməli, 27-ci sual təkrardır yenə. Deyir ki, hansı hallarda fayl mübadilə buferinə düşmür? Dedik, cat copy-də düşürdü, cat-də düşürdü, copy-də düşürdü. Burada context menyudan send to etdikdə, File Explorer pəncərəsindən sürüklədikdə olur. Bir də klaviaturadan deyir ki, Ctrl V düyməsi əmri icra edildikdə qeyd edir bizdə. Bəli, burada olacaq bizdə doğru mülahisə 2, 3 və 5 variantları artıq fayl mübadilə buferinə düşməyəcək. Çünki biz burada artıq yapışdırmış oluruq. Deməli, 27 idi bu, 28-ci suala baxırıq. Kitabxana faylları hansıları idi? Kitabxana demişdik ki, bizdə deməli dokument idi, şəkil idi, musiqi idi, video idi. Bura uyğun gələn 3-5B variantı olacaq. 29-cu suala baxırıq. Aşağıdakı əməliyyatlar ardıcıllığında File Explorer'da yerinə yetirməlidir. Buna aid qəbula dəfələrlə sual düşüb, son illərdə də düşüb. Bu təkrarlanmadır. Deyir A1 qovluğunu. Burada fikir veririk, hansı qovluqdur? A1 qovluğunu aç. Deməli, A1-in daxilində B1-i yaradacaq. Yenə deyirəm, A1-in daxilində B1 olmalıdır. Burada fikir veririk, yoxdur. A2-nin daxilindədir. A1-in daxilində olmalıdır. Burada A2-nin daxilindədir. A1-in daxilindədir, A1-in daxilindədir. Burada da A1-in. Amma A2-ni demir, axı aç B2 yarat. A2-ni aç deyir, yox demir. Bunu da çıxıram. Və yaxud da burada fikir veririk, A1 qovluğunun daxilində B1-i yaradır. B2-ni yaratmır ki, B2 qovluğa ayrı bir qovluqdur. Yəni desə A1 qovluğunu aç, B2-ni yarat, o doğru olar. Deməli A1, A2, A1, A2, bir də B2. Bir qovluqdur, fikir veririk, qovluqdur. Və A1-in daxilində B1 qovluğu yaramışdı. Burada B2-ni də yaradıb deyə bu səhvdir. Cavab olacaq nə? B variantı. 30-cu suala baxırıq. Taskbar deyir ki, daha doğrusu, deməli, taskbarın kontekst menyusuna aid olmayanları seçin deyir. Taskbarın kontekst menyusuna aid olmayan Windows 10-da buydu. İndi taskbarın kontekst menyusuna baxsaq bu şəkildədir. Task Manager-lə Taskbar Setting yerləşir. Burada Task Manager-in kontekst menyusuna aid olmayan refreshdir. Nəyə görə refreshdir? Fikir verir, refresh bizdə desktopun kontekst menyusuna aid edir. Məncə bunu bilməyən yoxdur. İxtiyarsız olaraq hər birimiz kompüteri işlədəndə sağ düyməni vurub refresh edirik. Bu da desktopun kontekst menyusuna aid edilir. Deməli, 31-ci suala baxırıq. Deyir ki, kontekst menyusunun paste və paste shortcut əmrlərinin solğun görülməsi bizdə nəyi bildirəcək? Burada fikir verirsə, mübadilə buferində obyektlər var. Obyektlər olsa niyə boş görsənsin? Və yaxud da əmrlər hal-hazırda aktiv olsa niyə boş görsənsin? Cat əmri icra edəndə artıq mübadilə buferinə obyekt düşür. Bu səhvdir. Bəli, mübadilə buferi boş olduğu zaman həmin əmrlər qeyri-aktiv olmuş olacaq. Deməli, 32-ci suala baxırıq. İş masasında fayl və qovluqlar hansı göstəricilərə görə nizamlamaq olar? Faylları bilirik ki, deməli, adlarına görə, ölçülərinə görə və dəyişiklik tarixlərinə görə nizamlaya bilərik. Bunu məsəl üçün Win11-də də sala bilər. Fikir veririk, fayl və qovluqlara.
daxil oluram. Bunları nəyə görə sortlaya bilərik? Baxırıq, sıralaya bilərik. Məsəl üçün, daxil olaq hər hansısa bir fayla, qovluğa. Adlarına görə, tarixlərinə görə, tiplərinə görə, əlifba sırasına görə və yaxud da qruplaşmağı soruşa bilər. Nəyə görə qruplaşdıra bilərik? Deməli, buradan da elə soruşur ki, bizdə qovluqları hansı göstəricilərinə görə, ad, ölçü, dəyişiklik, tarixlərinə görə. Sonra 20, daha doğrusu 34-cü suala, 33-cü suala baxırıq. Dedik ki, cəmi burada 34 dənə sual var idi. Son 2 dənə sual qalıb. 2025-ci ildə qəbula düşmüş suallardır. Deyir ki, Windows bu arada 30-31-ci suallar 2024-cü ilin ikinci cəhdinin sualları idi. 32, 33, 34 isə 2025-ci ildə qəbula düşmüş suallardır. Bu birinci cəhdə düşmüşdü qəbula. Bunlar isə böyük ehtimal hər ikisi də ikinci cəhdə qəbula düşüb. Kontekst menyunun aşağıdakı üsullardan hansılar ilə açmaq olar? Kontekst menyu nə idi? Obyektin üzərinə gəlirdi. Sağ düyməsinə vururduq. Kontekst menyusunu açmış olurduq. Gəlirik. Fayl və qovluğun üzərinə gəlib, bəli, sağ düyməni vurmaqla. Klaviaturadan Shift F10 düyməsinə vurmaqla deyir. Gəlin klaviaturadan, daha doğrusu gəldim, Shift və F10 düyməsinə vurmağa çalışıram. Bunu seçdim və Shift və F10 düyməsinə vurdum. Fikir veririk, kontekst menyusunu açdı. Deməli, Shift və F10 düyməsinə vurmaqla, bəli, kontekst menyusu açılacaq. Sonra deyir, klaviaturadan Ctrl-K düymələrinə vurmaqla. Gəlin bunu da yoxlayaq. Heç bir şey baş verməyəcək. Ctrl və K düymələrinə vururam. Bəli, heç bir şey baş verməyəcək. Bu səhvdir, bunu çıxırıq. Siyahının sol düyməsini klik edəndə, bir dəfə klik edəndə heç olmur, 2 dəfə klik edəndə içərisinə daxil olmuş oluruq. Bu səhvdir. Klaviaturada kontekst menyusunun düyməsini basmaqla deyir. Bu arada bunlar 1-2-dir. Bircə dəqiqə. Bu 1 belə düşüb, 2 də belə düşüb. Gəlin bunu buradan düzəldək. Deməli, qeyd edirik, klaviaturanın kontekst menyusu düyməsinə basmaqla, kontekst menyusundan, bəli, klaviaturada kontekst menyusu işarəsinə basmaqla həmin obyektin kontekst menyusunu açmış oluruq. Daha sonra nə deyir? Bizdə növbəti klaviaturadan Shift sağ düymələri kombinasiyasını basmaqla deyir. Mən gəlirəm klaviaturadan Shift və sağ düymələrinə basmağa. Gəldim, bunu seçdim. Shift və sağ düymələrinə bastığım zaman heç bir şey baş verməyəcək. Deməli, kontekst menyusunu klaviaturadan kontekst menyu işarəsi vasitəsilə, mouse'un sağ düyməsi vasitəsilə və Shift F10 düymələrinə vurmaqla açmış oluruq. 1, 5, 6 doğru variant olacaq. 34-cü və sonuncu suala baxırıq. 2025-ci il ikinci cəhdə qəbula düşmüş sualdır. MS Office paketində hazırlanmış sənəd fayllarının kontekst menyusuna hansılar aid idi? Ümumiyyətlə, kontekst menyu MS Office paketində hazırlanmış sənədlər deyir. Mən məsəl üçün gəlirəm, hər hansısa bir, tutaq ki, burada Office paketində hazırlanan, bəli, PowerPoint olsun. PowerPoint'ın kontekst menyusuna açdığım zaman nələr görürəm? Sənədə aça bilərəm, paylaşa bilərəm, sonra sabitləyə bilərəm, copy-paste, properties xüsusiyyətlərinə baxa bilərəm. Bu kimi funksiyonallıqları yerinə yetirə bilirəm. Paste, bəli, kəsə bilirdik, adını dəyişə bilirdik. 6, 7. Qeyd etmədik, 6, 7-ni qeyd etdik axı məncə. Fikir veririk, rename, adını dəyişə bilirik. Bəli. Sonra kəsə bilirdik. Bu arada, bu Win 10-dan 11-də bu qədər fərq ola bilməz axı. Rename, bəli, rename edə bilirdik. Shortcut'ını yarada bilirdik. Bəli, bir doğrudur. Shortcut'ını yaradırdıq. Bir doğruydu, biri götürdük. Daha sonra nəyi götürürük? Bu arada bunu Windows 11 ilə Windows 10-da eyni götürmək olar. Yəni sadəcə Windows 11-də biraz dəyişikliklər var, amma o qədər də belə köklü dəyişikliklər deməzdim. Yəni kontekst menyu ilə əlaqədar olaraq. Bəli, create shortcut'ını yarada bilərdik. Bir doğrudur. Birin olmadığı variantları çıxıram. Gəlin birin olmadığı variantları çıxaq. Buydu bir də bunu çıxdım. Sonra send to, sənədin göndərilməsi. Bəli, faylı və yaxud da sənədi göndərə bilirdik. Fikir veririksə, send to, buradan fikir veririksə, həm paylaşa bilirdik, həm də send to edirdik. Fikir veririksə, paylaşa bilirdik. Bu doğrudur. Heç buna baxmadan da bilirik. 1-2 doğrudur. 1-2-nin doğru olduğu, hələ ki, daha doğrusu bunu çıxıram. S və Y variantları arasında qalırıq. S və Y variantları arasında qalırıq. Hələ ki, bunu çıxmamışıq. Bu arada belə bir şey eləyək. Daha sonra personalize əmri. Personalize xeyir, desktopun kontekst menyusunda açılırdı. Bu səhvdir. Pin to start, bəli, sabitləyə bilirdik start menyusuna. Baxırıq, fikir veririksə, bunu start menyusuna sabitləyə bilirdik. Gəldim, fikir veririk, unpin to start, həmçinin də pin to start etmək mümkündür. Unpin, pindən çıxart və yaxud da pinlə.
Okey, burada doğrudur pin to start. 4 də doğrudursa cavab qalacaq Y variantı. 1, 2, 4. Including library, rename adlandırmaq və paste əmrlərini götürməyiblər burada. Maraqlıdır. Nə yazmışdıq? 3. Personalize, bəli, yanlışdır. Personalize bura aid deyildi. Personalize ilə çıxanda variantlardan. 2 variant arasında qalırıq. 1, 2, 4 ilə 6-ya da baxanda, 4 və 6-ya baxanda pin to start. Əslində rename adlandırmaq kontekst menyunun baş hissəsində çıxır deyə kontekst menyuya böyük ehtimal rename-in adlandırılması bura aid edilmir. Fikir verirsə, kəsmək, kopyalamaq, həmçinin də adlandırmaq və silmək əmrləri bu baş hissədə olduğuna görə bunu kontekst menyuya aid götürməyiblər. 6 və 7-ni. Əslində hamının qaça bildiyi variantlar bunlardır. Amma bunu başlıq hissi olaraq götürmüşdülər. Baxanda varianta 1-2 ilə uyğun gələn elə 4 olacaq. 1-2-4 cavab olur. Y variantı. İndiyənə kimi Windows-la bağlı olan qəbula düşmüş sualların izahına baxmış olduq. Əslində belə diqqətlə baxsaq, bu kontekst menyularla bağlı olan hissələrə diqqət edin. Bir də fikir verirsək, qəbulda daha çox düşən kontekst menyunun açılma üsulları. Hansılarla açmaq olar, açmaq olmaz. Buna diqqət edin, təkrar olaraq düşə bilər və faylın mübadilə buferinin düşməsi ilə bağlı olan sual çox düşüb, təkrarlana bilərmi? Ola bilər. Yəni, bəlkə 80% o sualın qəbula düşmə ehtimalı var. Sonra bunlar məsəl üçün fikir verirsə tək-tük düşüb, amma yenə də baxmaq olar son illərdə əməliyyat sistemi ilə də bağlı olan təkrarlanan suallardır. Bir də diqqətlə baxmalı olduğumuz, əslində bu hissəni yığışdırıblar. Bu hissə bizdə artıq başqa cürdür. Bu taskbarın bilirik ki, fikir versək dəyişib burada. Ayarlardan gəlsəm, ayarlardakı taskbar hissəsinə daxil olsam, fikir veririksə, taskbarın setting hissəsi artıq bu formada dəyişib. Yəni, o formada olmayacaq. Taskbarın kontekst menyusu, daha doğrusu propertiyası artıq bu formadadır. O formada düşmür. Yəni, əvvəllər properties bu formadaydı. İndi bunu yığışdırıblar. Heç bu suala baxmağa, məsəl üçün, heç də ehtiyac yoxdur. Düzdür, belə məntiqlə tutmaq olur. Yəni, demək olar ki, dəyişib setting bölməsi. Bu çox təkrarlanan bir sualdır. Fon şəklini yerləşdirmək olar, olmaz sualı çox düşür. Sonra bunu onsuz da əməliyyat sistemlərində nə qədər qeyd etmişik. Əməliyyat sistemləri ilə bağlı bu suala elə bir ki, baxmamışıq. 20-ci sual arada qaçıb. Pəncərənin bütün ekran boyunca açılması üçün hansı düymədən istifadə edilir? Bu bilirik ki, çıxırdıq taskbarda aktiv qalırdı. Bütün ekran boyu açılması. Bu axtarış 1 axtarışı həyata keçirmiş olurduq. X pəncərəni bağlamış olurduq. 2 nə idi? 2 əslində bu hissənin tam görsənib görsənməməsi idi. Bəli, tam ekran boyu açıb kiçiltmək üçün 4-dən istifadə etmiş olurduq. Başqa burada deyirik, taskbarın yerləşib yerləşməməsi, taskbarla bağlı çox düşüb suallar, bir də kontekst menyularla bağlıdır. Belə, yəni o hissələrə diqqət etsəz, demək olar ki, Windows 11 ilə bu arada qısa yollar da çox düşür. Qısa yollarla bağlı da startın qısa yoludur, taskbarın qısa yollarıdır. Bir pəncərədən digər pəncərəyə keçiddir. Snap, daha doğrusu aero funksiyalarının qısa yollarıdır. Bir də bu task managerin açılması ilə bağlı olan qısa yollardır. Bunlara da diqqət etsək, məncə Windows 11-dən demək olar ki, hər şeyi bilmiş olaraq. Belə, bu qədər ümid edirəm ki, video izahı faydalı olmuşdur. İnşallah gələn izahlarda, gələn video izahlarda görüşənədək hər birinizə uğurlar əziz tələbələr.